Müqəddəs kitab Romalılara məktub 8:15-16-da belə deyir: Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız. Övladlıq ruhunu aldınız. Elə o ruhun vasitəsilə Allaha Abba Ata deyə nida edirik. Elə o ruh özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq. Əziz Rəbb, sənin rahatlıq və sülhünə daxil olarkən bizə səndə dincəlməyi öyrət. Günahlarımızı sənin ayaqlarına, qayğılarımızı sənin çiyinlərinə, gələcəyimizi sənin əllərinə təslim etməyi və sənin bizi sevdiyini, bizim isə sənin övladların olduğumuzu bilməkdən dinclik tapmağı bizə öyrət.